ilk gündən başlayaraq hər yerdə fars dili doğma Azərbaycan dili ilə əvəz edildi. 1945-ci il dekabrın 20-sində Milli Hükümətin birinci fərmanı imzalandı. Bu fərman Azərbaycanda Azərbaycan dilinin təsdiq edilməsi haqqında idi. Nəhayət xalq öz ana dilində danışmaq hüququnu qazandı. Nəhayət qəzetlər ana dilində çap edildi. Milli Hükümət başçılarının şəkilləri onların səhifələrini bəzədi. Yeni Milli Hükümətin birinci iclası. Hükümət başçılığına peşəvəri seçildi. O öz demokratik əqidəsinə görə ömrünün 12 ilini Rıza Şahın zindanlarında keçirmişdi. Daxili İşlər Vəziri Doktor Cavid, Torpaq Vəziri Doktor Mehtaş, Maarif Vəziri Şair Biriyə, Xalq Qoşunları Vəziri Kaviyan və Baş Vəzirin mavini Doktor Cahanşahlı. Hükümətin birinci tədbiri milli ordu yaratmaq oldu. Könüllülərin sayı gündən-günə artırdı. Azad edilmiş xalq, qazandığı hüquq və istiqlaliyyəti qorumaq üçün silah götürməyə tələsirdi. Buraya akışıb gələnlər, son vuruşmalarda silah almaq hüququnu qazanmış döyüşçülərdir. Onlar için bu silah müqəddəs və əzizdir. İrtica bu silahlardan xalq ilə mübarizədə istifadə etmək istəyirdi. İndi isə bu silahlar azadlığı, demokratiyanı və doğma torpağı qoruyan adamların əlindədir. Torpaq. Xalqın əsrlərdən bəri davam edən həzrəti bu sözlə ifadə edilir. Torpaq çiçəklənir. Bu nə qədər fərəhlidir. İndi bahardır. Torpaq insanı gözləyir. Ağaclar artıq çiçəklənmişdir. 1946-cı ilin aprel ayında Təbrizdə kəndlilər qurultaya çağırıldı. Ölkənin hər tərəfindən nümayəndələr gəldi. Peşəvəri qurultayda belə dedi. Əziz qardaşlar, firqəmizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedik. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran